Mənə görə İslama zidd olan heç bir nüansı yoxdur. Salam, mənim dəyərli izləyicilərim. Xoş gördük sizləri. Nur aksesuar olaraq hər birinizi salamlayıram. İnşallah ki, yaxşısınız, bayramlarınızdan mübarək olsun. Biz bu günlərin sitrin haqqında danışıb, sitrinlə bağlı gözəl bir aksesuar hazırlayacağıq. Sitrin çox özəl daşlardan biridir. Belə göstərim, son versiyasıdır. Bunlar isə işlənmiş versiyalardır. Sitrin çox özəl bir daşdır. Sitrin haqqında çox uzun danışmaq istəmirəm, amma enerjisi çox mükəmməl olan, 11 ildir özüm üzərimdə daşıdığım ki, astroloqlar deyir, buğalar daşımasın, amma mən çox sevərək daşıyıram. Yüksək enerjiyə malik bir daşdır. Sitrinin sərtlik dərəcəsi 7-dir. Kimyəvi tarixinə gəlsək, yüksək sərtlikdə deyil. Ancaq bişməsi ametistin 400 dərəcədə bişməsindən alınır, qaynamasından alınır ki, sitrinin rəngi alınır. Sitrinin adı da limon, tərcümədə limonla bağlıdır, yəni rəngini adından alır. Tüccar daşı olaraq bilinir. Çox uzun zamanlar sevilərək tüccarların daşıdığı, tacirlərin bir-birindən gizlətdiyi bir sirr olaraq sitrin daşını hər kəs tanıyır. Məsləhət görərəm ki, hər kəsin qolunda mı, kaşlokunda mı, nə bilim, ürəyiniz harda istəyir daşıya bilərsiniz. Əsas odur ki, sevərək, inanaraq daşıyın. Mən bir şey deyim sizə. Bu təbii daşların mənə görə İslama zidd olan heç bir nüansı yoxdur. Çünki Allah heç bir şeyi boşuna yaratmır mənə görə. İnşallah ki, mən demirəm, bunu taxın sizə ruzi gələcək. Ruzini də verən Allahdır, hər şey. Sadəcə ortada səbəblər var. İnşallah ki, hər biriniz xeyirliklə, uğurluqla daşıyasınız. Öpürəm sizləri. Kanalımıza abunə olmaq unutmayın.